cənnətə göndərəcək. Bəli, Ali Baş Komandanın planları bugün təntənə məqamını yaşayır. Qarabağ İqtisadi Rayonunda nəhəng quruculuq işləri gedir. Nə xoş ki, bu tarihi prosesdə Cənab Prezidentin tapşırıq və tövsiyələrini mükəmməl şəkildə yerinə yetirən mütəxəssislər sırasında doğma Sumqayıtımızın yetirməsi Emin Hüseynov'da var. Biz bu insanın adını, şəhərimizin həmyerlimiz olan bu insanın adını hər yerdə fəxr və qürurla çəkirik. Azərbaycan Respublikası Prezidentinin Ağdam, Xocavan, Xocavənd, Füzuli bölgələri üzrə xüsusi nümayəndəsi Emin Hüseynovu alqışlarınızla səhnəyə dəvət edirik. Buyurun, söz təmin sizin. Əziz Sumqayıtlılar, doğma şəhərimin gözəl insanları, hörmətli əmim Süleyman müəllim. Mən Süleyman müəllimə əmi deyirəm, əslində mənim əmim oğludur, amma mən ona həmişə bir əmi kimi baxmışam, həmişə bir böyük kimi baxmışam. Həyatda atdığım ilk addımlardan bəri həmişə mənim üçün bir mayak rolu oynayıb və sözsüz ki, Sumqayıtlı olmağımla da çox böyük qürur hissi keçirirəm. Çünki bu şəhər mənim üçün bir adi bir şəhər yox, bir həmrəyliyimizin bir simvoluna çevrilib. Bu tədbirdən qabaq bəzi mötəbər insanlarla söhbət edərkən orada da bu fikir səsləndirdim. 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında heç Qarabağı görməyən gənclərimiz öz canından keçib, şəhidlik zirvəsinə yüksəlib, torpaqlarımızı işğaldan azad edərkən, onlar heç vaxt bilmirdilər ki, bu işğalın tarixi, onun o əziyyətli illəri, ilk illəri hansı məhrumiyyətlərlə müşahidə olunur. Onlar sadəcə olaraq vətənpərvərlik hissi ilə, vətən uğrunda ölümə hazır olaraq o torpaqları işğaldan azad edədilər. Və bu gəncləri, bu insanları yetişdirən məhz Ali Baş Komandandır. Möhtərəm Cənab Prezident olub. Onun siyasəti nəticəsində bu insanlar gəlib o nöqtəyə çıxdılar, silaha sarıldılar, yüksək təlimlər keçdilər və ən çətin mühəndis istehkamlarını yararaq torpaqlarımızı işğaldan azad edədilər. Bu gənclər boş yerə, əbəs yerə yetişmirlər. Uzun illər onların üzərində çox məqsədyönlü, yönlü işlər görüldü. Təhsilimizdən tutmuş mədəniyyətimizə qədər. Və bugün biz Süleyman müəllimin yubiley gecəsində onun haqqında gözəl sözlər deyirik. Onun müəllifi olduğu əsərlər haqqında danışırıq. Və təsəvvür edin ki, And romanı qələmə alınarkən torpaqlarımız hələ işğal altındaydı. Və məhz o dövrdə, məhz o hadisələri o şəkildə qələmə almaq, orada bir gəncin vətənpərvərliyini göstərmək, onları bir çağırışa səsləmək, hər bir Azərbaycanlının üzərinə düşən bir missiya idi. O cümlədən Süleyman müəllim kimi yaradıcı bir insanın üzərinə düşən bir missiya idi. O bu missiyanı çox çətinliklə, amma özü alnı açıq şəkildə başa çatdırdı. Çox gözəl bir əsər çıxdı ortaya. Bu əsər bir çox dillərə tərcümə olundu, artıq burada qeyd olundu. Amma Seymurun başına gələn hadisələri bilirsiniz ki, o zaman bir çox gənclərimizə şamil edə bilərik. Ümumiyyətlə, Azərbaycan xalqına olan bu 30 ildə münasibət, ikili standartlar bizə hər zaman aşılamaq istədilər ki, biz məğlub olmuşuq, biz bununla barışmalıyıq.
bizim edə biləcəyimiz başqa bir şey yoxdur. Sadəcə olaraq bununla barışıb gələcəyə baxmalıyıq. Amma biz bununla barışa bilməzdik. Və hər bir gəncin ürəyində, ruhunda o vətən eşqini alovlandırmaq, onu canlı şəkildə saxlamaq, əlbəttə yaradıcılarımızın, yazıçılarımızın, şairlərimizin üzərində düşən bir hissəsi vardı, çox vacib bir hissəsi vardı. Süleyman müəllimin o vaxt And adlandırdığı bu roman həqiqətən bir çox ədəbiyyat həvəskarının, insanların, qiraətçilərin ruhunu oxşadı, onların xoşuna gəldi. Həqiqətən bu əsər çox populyarlaşdı. Mən deməzdim ki, digər əsərləri, ondan çox kitab müəllifidir Süleyman müəllim və bu kitabların bir hissəsi hətta digər dillərə də tərcümə olunub, amma digər əsərləri də çox maraqlıdır və çox ibrətamiz,dir. Amma And romanının özünə məxsus bir yeri var. Bugün biz Qarabağda gördüyümüz qəhrəmanlıq nümunələrini işğaldan azad olmamış bir dövrdə Süleyman müəllim qələm alınır. Və açıq deyim ki, müəyyən istisnalar olmaqla demək olar ki, hadisələr məhz o romanda qeyd olunduğu kimi cərəyan elədi. Bugün həmin torpaqlarda canından, qanından keçən gənclərimiz bizim təhsilimizin, bizim təhsil sisteminin bəhrəsidir. Bəzən bəyənmədiyimiz təhsil sistemimizin bəhrəsidir. Onlar həmin o məktəblərdə, həmin sinif otaqlarında böyüyüblər. Həmin müəllimlərdən dərs alırlar. O vətənpərvərliyi onlardan öyrənirlər. Bugün həmin gənclər məhz Cənab Prezidentin həyata keçirdiyi gənclər siyasətinin bəhrəsidir. Bugün həmin gənclər məhz o ordunun nümayəndələridir ki, onlar bizim ərazi bütövlüyümüzü təmin edədilər, suverenliyimizi təmin edədilər və artıq qürurla deyə bilərik ki, bugün artıq Azərbaycanda ölkə suverenliyin günü rəsmi bayram kimi qeyd olunur. İlk dəfə bu il möhtərəm Cənab Prezident tərəfindən təsis olundu. Və o da deməliyəm ki, həmin gün də 20 sentyabr mənə təsadüf edir. Süleyman müəllimi mən təkcə, belə deyək, çox müstəvili bir insandır. Təkcə bir yaradıcı adam kimi deyil, çox istedadlı, mütəxəssis kimi tanıyıram. Ondan bir çox məsələlərdə mən çox şey öyrənmişəm. Mütəxəssis kimi yetişməkdə də onun mənə çoxlu dəstəyi olub. Həm bir mühəndis kimi, indiki işimdə mənə çox yarayır. Həm bir iqtisadçı kimi, həm bir rəhbər, idarəedici kimi çox geniş həyat təcrübəsi olan bir insandır. Mən bugün onu deyə bilərəm ki, bugün ölkədə gedən, istəyir işğaldan azad olmuş ərazilərdə, istəyir digər ərazilərimizdə gedən inkişaf prosesləri bizi daha da ruhlandırmalıdır. Xüsusilə də gəncləri. Çünki bu xalq çox istedadlı xalqdır. Əgər bu xalqın belə gəncləri, belə yazarları varsa, biz heç zaman əldə elədiyimiz nailiyyətlərin məhdudiyyətini görməyəcəyik. Və heç kim artıq bundan sonra bizi inandıra bilməz ki, biz zəifik, biz məğlubuq, biz qalib ölkənin vətəndaşlarıyıq. Bizə bu qalib olmağı Cənab Prezident öyrətdi. O bizim gözümüzü açdı. Biz artıq bundan sonra hər hansı bir nailiyyətimizin olmamasını özümüzə qınaq kimi göstərəcəyik. Biz artıq bundan sonra uduzmağımızı, məğlub olmağımızı əsaslandırmaqla deyil, qalib olmağımız nəyə görə labüdüdür, nəyə görə vacibidir, onunla məşğul. Bizim ədəbiyyatımız da, bizim mədəniyyətimiz də, incəsənətimiz də, iqtisadiyyatımız da, idmanımız da hər tərəfdən ancaq bu istiqamətdə inkişaf edilməlidir. Bu il Qarabağda və Şərqi Zəngəzurda gedən proseslərin şahidisiniz. Qısa bir zaman dövr ərzində nə qədər böyük quruculuq işləri gedir.
və heç bir xarici dəstək olmadan Azərbaycan dövləti, Azərbaycan iqtisadiyyatı bunu öz gücü ilə edir. Mühəndislərimiz də var, texniki heyətlərimiz də var. Bütün bu çətin layihələri, mürəkkəb layihələri icra edə biləcək şirkətlərimiz də var. Onların öz gücü sayəsində bu il tamamilə dağılmış, vandalizmə uğramış torpaqlarımız bərpa olunur. 7 şəhərimiz yer üzündən silinir. Daş üstə qalmıyor. Bir neçə xəttdən ibarət mühəndis istehkamları, çirklənmiş minalarla, partlamamış hərbi sursatlarla çirklənmiş ərazilər, yerin altından qazıb qəbirləri çıxardan, mədəniyyət abidələrimizi darmadağın edən mənfur düşmən heç bir həyat əlaməti qoymuyor bu ərazilərdə. Bütün bunlara baxmayaraq son 3 il yarım ərzində, 4 il ərzində aparılan işlər nəticəsində artıq 8 milyon çox əhalimiz o torpaqlarda məskunlaşır, öz doğma torpaqlarına qovuşdular. Dünən Cəbrayılın şəhər günü idi, Cəbrayıla da artıq vətəndaşlarımız köçdülər. Mən çox istərdim ki, tezliklə Qubadlı şəhərimizdə bərpa olunsun və doğma Qubadlılar da o şəhərə köçsünlər. Və sözsüz ki, əlbəttə ki, o bölgənin ən böyük şəhəri olan və olacaq Ağdam şəhəri inşallah bir ildən sonra o da öz vətəndaşlarını qəbul edəcək. Qarabağımız həqiqətən cənnətə çevrilir gözümüzün önündə. Bu bir daha bizim gücümüzü göstərir, dövlətimizin gücünü göstərir. Hər bir vətəndaşımız kiçikdən tutmuş böyüyə qədər oyla fəxr etməyə hər bir əsası var. Və mən çox istərdim ki, bundan sonra Süleyman müəllimin yararcılığı bizim bu qələbəyə və bundan sonra əldə edəcəyimiz qələbələrə həsr olunsun. Süleyman müəllim, sizi ürəkdən təbrik edirəm. Bütün ailəmiz adından Allah dünyasını dəyişmişlərə rəhmət eləsin. Mən şahidiyəm ki, mənim atamla sizin aranızda necə bir yaxınlıq, qardaşlıq münasibətləri vardı. Siz həmişə də onun böyüklüyünü qəbul eləmişdiniz, həmişə də ona bir kiçik qardaş olmağa, bir dəstək olmağa çalışmışsınız. Allah sizə can sağlığı versin və çox istəyərdim ki, sizin nəinki 75, növbəti yubileylərinizi də bu şəkildə, bundan da daha yaxşı biz qeyd edək. Bir daha hamıza təşəkkür edirəm. Çox sevindirici aldı, çox sevirəm Sumqayıt şəhərində olmağa, çox doğma şəhərində olmağa. Çox uzun müddətdir, gələ bilmirdim bura. Allah razı olsun Süleyman müəllimdən. Bu tədbir oldu deyə mən bura gələ bildim. İnşallah Sumqayıtlara da çox gözəl, xoş, firavan həyat arzu edirəm, can sağlığı arzu edirəm. Və həmişə xoş hadisələrə, gələk bu şəhərə sevinək, sizinlə bir yerdə qeyd edək. Çox sağ olun.